Hər vaxtınız xeyir. Bugün obyektivdə çox həssas, bir o qədər də məsuliyyət tələb edən bir mövzuya diqqət ayıracağıq. Bu mövzu haqqında dəfələrlə danışılıb, amma yenidən gündəmə gətirilməsinə ehtiyac var. Bəzən həyat elə gətirir ki, uşaqlara sevgi və qayğını qan bağı olanlar yox, ürəyi geniş, mərhəmətli insanlar bəxş edir. Övladlığa götürülən hər bir uşağın baxışlarındakı sevinc, ümid və o saf təbəssüm böyüklərin bütün ömrünə işıq saçır. Həyata yeni nəfəs, yeni rəng, yeni mənalar qatır. Bu yola çıxmaq istəyənlərə dövlət də dəstək verir. Qanunlarla, proqramlarla şərait yaradır. Amma uşaqların gələcəyinə sahib çıxmaq böyük bir məsuliyyət, ömürlük öhdəlikdir. Diqqətiniz obyektivdə olsun, bu barədə az sonra. İndi isə Dost TV-yə bağlanırıq. Həftənin sosial xülasəsi ilə tanış olmağın vaxtıdır. Bizimlə birbaşa bağlantıda həmkarım Əsmər Nəcməddin qızıdır. Əsmər, xoş gördük. Sosial gündəmdə aktual nələr var? Salam, hər vaxtınız xeyir olsun xanım. Sizi və tamaşaçıları Dost TV-nin studiyasından salamlayıram. Həftənin əsas sosial xəbərləri ilə qarşınızdayıq. İndi təfərrüatlı şəkildə hər birini təqdim edəcəm. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Sosial Xidmətlər Agentliyinin uşaq evlərinin komandaları arasında növbəti mini futbol turniri təşkil olunub. Turniri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da izləyiblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərini qəbul edib. Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Özbəkistanın Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının 38-ci iclası keçirilib. İclasda Azərbaycanda aparılan sosial islahatların uğurları barədə məlumat verilib, həmçinin əmək münasibətlərində rəqəmsal transformasiyanın tətbiqinə dair təqdimat edilib. MDB çərçivəsində əmək və sosial müdafiə sahəsində aparılan təcrübə mübadilələri bu sahədə əməkdaşlığın genişlənməsinə, ortaq çağırışlara birgə və dayanıqlı həllərin formalaşmasına töhfə verir. Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı və Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə Bir Zaman Min Yaddaş adlı tamaşa nümayiş etdirilib. Tamaşada müasir dövr uşaqlarının keçmişdə yaşayan mütəfəkkir və dahi insanlarla görüşündən bəhs olunur. Onlar müəllimlərinin hazırladığı zaman maşınının köməyi ilə keçmişə səyahət edərək Azərbaycanın dahi şəxsiyyətləri ilə söhbət edirlər. Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə biznes üçün sosial əmək ekosistemi Naxçıvanda yeni modellər adlı panel müzakirəsi keçirilib. Panel müzakirəsi zamanı ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, sosial sığorta ödənişləri və fərdi hesabların tənzimlənməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracaqlarım bunlar idi. Real TV-nin efirində obyektiv isə davam edir. Diqqətdən qaçırmayın. Hələlik. Təşəkkür edirəm Əsmər. Dost TV ilə birbaşa bağlantını izlədiniz. Övladlığa götürmə, himayədarlıq uşağın həyatına yeni bir başlanğıc verən sosial prosesdir. Bu prosesdə dövlətin rolu uşağın hüquqlarını qorumaq, onun təhlükəsizliyini təmin etmək və ailə mühitinə uyğunlaşmasını dəstəkləməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin övladlığa götürmə siyasəti şöbəsinin rəhbəri Fərhad Ələkbərovla maraqlı bir müzakirə sizi gözləyir. Fərhad müəllim, xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram dəvətə görə. Hər bir uşağın sevgiyə, ailənin isə o sevgini bölüşməyə ehtiyacı var. Ölkəmizdə övladlığa götürmə mədəniyyəti formalaşıbmı, yoxsa bu hələ də tabu hesab olunur? Ümumiyyətlə, övladlığa götürmə institutu çox zəngin tarixi olan bir institutdur. Həm dünyada, həm Azərbaycanda. İstər Xalq Cümhuriyyəti dövründə, istər Sovet dövründə və müstəqillik dövrümüzdə kifayət qədər ənənəmiz formalaşıb övladlığa götürmə sahəsində. Amma bu sahədə əsas islahatlar 2018-ci ildə ölkə başçısının müvafiq fərmanı ilə həyata keçirilməyə başladı. Həm funksional olaraq bu sahədə olan səlahiyyətlər vahid dövlət qurumu olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cəmləşdi. Eyni zamanda bu sahədə həm qanunvericilik istiqamətində, həm institusional istiqamətdə islahatlar həyata keçirildi. Ümumi olaraq deyə bilərik ki, bu sahədə aparılan islahatlar nəticəsində hazırda övladlığa götürmədə
elektron innovativ həllərin tətbiqi ilə təkmil, şəffaf, məmur-vətəndaş təmasının minimum olduğu bir model şəklində həyata keçirilir. Ötən 6 il ərzində övladlığa götürmə ilə bağlı Nazirliyin alt sisteminə 1760-dan çox müraciət qeydə alınmışdı və demək olar ki, bu müraciətlər müsbət istiqamətdə qiymətləndirilir və 760-dan çox uşaq övladlığa verilmişdir. Əlbəttə, vətəndaşların övladlığa götürməyə münasibəti kifayət qədər müsbətdir. Sadəcə 2 halda bizdə hələ də statistika zəifdir. Bu təkcə Azərbaycanla bağlı yox, ümumiyyətlə başqa digər ölkələrdə də belədir. Yuxarı yaşda olan uşaqların övladlığa götürülməsinə maraq aşağıdır. Bir də əlilliyi olan uşaqların övladlığa götürülməsinə. Statistik olaraq deyə bilərəm ki, 760 övladlığa götürülən uşaqların içərisində cəmi 12 uşaq əlilliyi olan və ya sağlamlığında problemi olan uşaqlar olmuşdur. Bu da özünün spesifik səbəbləri ilə deməli əlaqəlidir. Belə ki, əlilliyi olan uşaqların əlilliyi ilə irəli gələrək valideyn namizədlər bir qədər tərəddüd edirlər. Həmçinin yuxarı yaşda olan uşaqların ailəyə inteqrasiyası, ailəyə uyğunlaşması bir qədər çətin proses kimi baş verir. O baxımdan valideyn namizədlərdə müəyyən tərəddüdlər olur. Lakin bu sahədə dövlət siyasətini həyata keçirən nazirlik olaraq biz hər zaman bu istiqamətdə dinamikanın artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçiririk. Həm maarifləndirmə istiqamətində olan tədbirləri qeyd edə bilərəm, müxtəlif videoroliklərin hazırlanması, billboardların, reklam çarxlarının ictimai yerlərdə deməli nümayiş olunması, həmçinin qanunvericilikdə bununla bağlı olan stimullaşdırıcı mexanizmləri qeyd edə bilərik. Məsələn, əlilliyi olan şəxslərin, uşaqların övladlığa götürülməsi ilə bağlı qanunvericilikdə 600 manat məbləğində müavinət müəyyən edilmişdir və məqsədimiz bu uşaqların da ailə mühitində tərbiyə almasının, yaşamasını təmin etməkdir. Bu müavinət hər ay üçün nəzərdə tutulur? Bəli, aylıq əsasda verilən müavinətdir əlilliyi olan uşaqlar üçün 600 manat məbləğində. Fərhad müəllim, övladlığa götürmə prosesi niyə bəzi hallarda çox uzun və mürəkkəb görünür? Ümumiyyətlə, övladlığa götürmə prosesi bir həssas bir məsələdir. Bildiyiniz kimi, burada bir uşağın gələcək taleyini həll etməklə bağlı olan bir prosesdir və övladlığa götürmə prosesində əsas uğur göstəricisi dediyimiz faktorlar kəmiyyət yox, keyfiyyətlə bağlı olan məsələlərdir. Yəni, burada bizim hər il verdiyimiz uşaq sayı, övladlığa verdiyimiz uşaq sayı və yaxud da ki, müddətin qısa və ya uzun olması əsas uğur göstəricisi yox. Amma orada uşağın övladlığa verilməsi zamanı qiymətləndirmə prosesinin özü və onun keyfiyyəti, eyni zamanda övladlığa verilmiş uşaqların ailədə uyğunlaşma səviyyəsi əsas uğur göstəricisidir. Bu uşaqlardan neçəsi ailədə davamlı olaraq qalır, neçəsi yenidən müəssisəyə qayıdır və çox sevindirici bir haldır ki, Səlahiyyətlər Nazirliyə verildikdən sonra bizim tərəfdən verilmiş övladlığa götürmə hallarında heç bir geri qayıtma olmamışdır. Bu da mühüm bir faktordur. Ona görə də müddətin uzunluğu əsasən qiymətləndirmə ilə bağlıdır. Bilirsiniz ki, övladlığa götürmədə bir neçə mərhələ mövcuddur. Valideyn namizədlərin uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi və məhkəmə mərhələsi. Övladlığa götürmənin uyğunluğunun müəyyən edilməsi özü də bir neçə alt mərhələdən ibarətdir. Müsahibə, maddi məişət şəraitinin yoxlanılması, təlim, müəssisədə görüş və sınaq müddəti. Hər bir mərhələ valideyn namizədlərin, onun ailə üzvlərinin qiymətləndirilməsini, uşaqla uyğunluğunun müəyyən edilməsi məqsədi daşıyır. O baxımdan da müddət bir qədər çəkə bilər. Ümumilikdə qanunvericilikdə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi üçün 1 il müddət müəyyən edilmişdir. Lakin bir sıra hallarda bu müddət qısa da ola bilər. Əgər uşaq öz qohumları tərəfindən övladlığa götürülürsə və yaxud da ögey valideynləri tərəfindən övladlığa götürülürsə, proses daha sadə və daha qısa müddətə həyata keçirilə bilər. Həmçinin müddətin uzun olması bir də onunla bağlıdır ki, bəzi hallarda bizə müraciət edən valideyn namizədlər çox konkret və daha sərt tələblər müəyyən edirlər. Uşağın yaşı ilə bağlı, cinsi ilə bağlı, onun hətta milliyyəti ilə bağlı, bəzi hallarda valideynlərin statusu ilə bağlı və hazırda bizim müəssisələrdə övladlığa verilə biləcək uşaq sayı azdır onsuz da və onların içərisində də bu valideyn namizədlərin kriteriyalarına konkret uyğun gələn uşaq sayı bəzi hallarda olmadığına görə onlar aylarla, bəzən illərlə deməli
uçotda qalırlar, müraciətləri deməli alt sistemdə qalır. Ona görə də proses uzun çəkə bilər. Ona görə də bir qədər o tələblərdə daha çevik, daha deməli elastik olmaq lazımdır ki, uşaqla uyğunlaşdıqdan sonra proses daha sürətli formada həyata keçirilsin. Fərhad müəllim, bir məqamı qeyd etdiniz ki, övladlığa götürülən uşaqlarda geri qaytarılma faktı qeydə alınmayıb. Bu həqiqətən də sevindirici bir haldır. Yəni bu qədər həssas bir mövzuya insanların məsuliyyətlə yanaşması çox önəmlidir. Sizin də qeyd etdiyiniz kimi uşağın taleyinə böyük miqyasda təsir edən bu hadisədə əsas prioritet kimindir? Uşağın bioloji valideynlərinin, onu himayəyə götürən, övladlığa götürən şəxslərin, yoxsa dövlətin? Ümumiyyətlə, qanunvericilikdə övladlığa götürmə prosesinə cəlb olunmuş hər bir tərəfin, dediyiniz, sadaladığınız həm bioloji valideynlərin, həm övladlığa götürən şəxslərin, həm uşağın maraqlarının qorunması ilə bağlı müddəalar nəzərdə tutulmuşdur. Məsəl üçün, bioloji valideynlərin yazılı, notarial təsdiq olunmuş razılığı olmadan uşaq övladlığa verilə bilməz. Bu, birbaşa onların hüquqlarını müdafiə etmək üçün nəzərdə tutulan normadır. Övladlığa götürən şəxslər prosesin əvvəlindən sonuna qədər həm qanunvericilik baxımından, həm nazirlik tərəfindən müvafiq dəstəklə təmin olunurlar. Onlara təlim keçirilir, onlara müvafiq deməli dəstək tədbirləri görülür, hüquqi dəstək tədbirləri görülür. Lakin ümumilikdə nəzər salsaq, deməli əsas prioritet uşağa verilmişdir. İstər uşaq hüquqları haqqında konvensiyaya nəzər salsaq, beynəlxalq uşaqlarla bağlı beynəlxalq hüquqi sənədlərə nəzər salsaq, istər yerli qanunvericiliyə nəzər salsaq, uşağın ümdə maraqları, mənafeyi əsas prioritet kimi, prinsip kimi nəzərdə tutulmuşdur. Və bu prinsip özünü müxtəlif formalarda realizə edir. Birinci növbədə uşaq müəssisəyə yerləşdiriləndə uşaqla bağlı fərdi inkişaf planı tərtib olunur. Fərdi inkişaf planında uşağın inkişafı ilə bağlı, təhsili ilə bağlı, müxtəlif gələcəkdə cəmiyyət inteqrasiyası ilə bağlı dəstək tədbirləri müəyyən olunur. Eyni zamanda əgər uşaq övladlığa verilmə potensialı varsa, onun övladlığa götürəcəyi valideyn namizədlərlə bağlı, gələcək valideynlərlə bağlı istəkləri qeyd olunur. Və övladlığa götürmə prosesində həmən istəklər müvafiq olaraq valideyn namizədlərlə uyğunlaşdırılır, müqayisə olunur. Hansı valideyn ona uyğundursa, deməli, onlar növbəti mərhələyə buraxılaraq uşaqla görüşü təşkil olunur. Eyni zamanda övladlığa götürmə prosesində qanunvericilikdə nəzərdə tutulub ki, 7 yaşına çatmış uşağın övladlığa götürmə ilə bağlı fikirləri nəzərə alınır. Yəni məhkəmədə uşaq 7 yaşına çatmış uşaq övladlığa götürmə ilə bağlı öz fikirlərini, münasibətini bildirə bilər və məhkəmə bu fikirləri nəzərə almalıdır. 10 yaşına çatmış uşağın isə razılığı mütləq tələb olunur. O baxımdan uşaqla bağlı, uşağın mənafeyinin qorunması ilə bağlı kifayət qədər normalar mövcuddur. Təkcə bununla kifayətlənmir. Övladlığa götürmə məhkəmə tərəfindən təsdiq olunduqdan sonra uşaq 18 yaşına çatana qədər nazirlik tərəfindən monitorinq olunur. Birinci ildə deməli 4 dəfə, rübdə 1 dəfə olmaq şərti ilə, növbəti illərdə isə ildə 1 dəfə monitorinq olunur. Monitorinqlər zamanı həm uşağın inkişaf səviyyəsi, deməli fiziki, psixoloji inkişaf səviyyəsi, təhsilə cəlb olunma davamiyyəti, eyni zamanda ailədəki mövcud vəziyyət, uşaqla olan münasibətlər monitorinq olunur və hər hansı bir neqativ hal aşkar olunarsa, əgər qaldırıla biləcək, aradan qaldırıla biləcək neqativ haldırsa, bununla bağlı müvafiq tədbirlər görülür. Əgər uşağın həyatına, təhlükəsizliyinə ciddi risklər varsa, uşaq ailədən alınaraq, deməli, övladlığa götürmənin ləğvi ilə bağlı prosesə başlanılır. Yəni, ona görə də ümumi olaraq demək olar ki, övladlığa götürmə prosesində əsas diqqət, əsas üstünlük uşağa verilmişdir. Fərhad müəllim, uşaq evlərində böyüyən uşaqların övladlığa götürülən ailələrə inteqrasiyasını təmin etmək üçün hansı dəstək proqramlarına ehtiyac var? Ümumiyyətlə, 2022-ci ildə Nazirliyə uşaqlarla bağlı, valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı yeni bir səlahiyyət verildi. Bu səlahiyyət həm müəssisədə olan uşaqların ailələrə qaytarılması istiqamətində, həmçinin valideyn himayəsindən məhrum olma riski altında olan uşaqların ailədə saxlanılması istiqamətində tədbirlərin görülməsi ilə bağlı idi. Ümumilikdə demək olar ki, hazırda bizim alt sistemimizdə uçotda olan 1300-ə yaxın valideyn himayəsindən məhrum olmuş uşaq var. Və bu uşaqların bir çox əksəriyyətinin valideynləri var. Onlar müxtəlif səbəblərdən uşaqlarını müəssisəyə yerləşdirmək məcburiyyətində qalıblar. Və uşaqlar müəssisəyə yerləşdirildikdən sonra hər bir uşaqla bağlı fərdi inkişaf planı tərtib olunur.
onların ailəyə qaytarılma perspektivi, potensialı varsa, bununla bağlı iş aparılır. Əgər ailə özü də deməli istəkli və razıdırsa, ailə inkişaf planı tərtib olunur. Ailə inkişaf planında ailənin uşaqdan imtina etməsinə səbəb olan faktorlar və onun aradan qaldırılması üçün təklif olunan tədbirlər deməli qeyd olunur. Ümumiyyətlə Nazirlik tərəfindən mütəmadi olaraq uşaqların müəssisəyə düşmə səbəbləri təhlil olunur. Nəyə görə uşaqlar müəssisəyə düşüblər? Buna səbəb olan əsas iqtisadi, sosial, psixoloji, başqa digər ailə daxili faktorlar hansılardır? Bu təhlil aparılır və bu faktorların aradan qaldırılması üçün mövcud və potensial hansı dəstək tədbirləri həyata keçirilə bilər? Bunlar müzakirə olunur. Qeyd etmək olar ki, ümumilikdə son təhlillər göstərir ki, uşaqların müəssisəyə düşməsinin əsas səbəbləri onların sağlamlığında olan problemlərlə bağlı valideynlərin onlara qayğı göstərə bilməməsi, ailə daxili münaqişə, məişət zorakılığı və maddi səbəblər gəlir. Əlbəttə ki, əgər uşağın ailəyə qaytarılması onun mənafeyinə uyğundursa, yəni təhlükəsiz bir mühitdirsə ailə uşaq üçün, Nazirlik olaraq biz ailəyə qaytarılması üçün bütün mümkün dəstək tədbirlərini həyata keçiririk. Statistik olaraq deyə bilərəm ki, son deməli dövrlərdə aparılmış işlər nəticəsində 790-dan çox uşaq ailəsinə qaytarılması təmin edilmişdir. Bu da kifayət qədər ciddi rəqəmdir. Eyni zamanda 730-a yaxın uşağın müəssisəyə düşməsinin qarşısına alınmışdır. Yəni valideyn müraciət edir bizə ki, mən uşağıma baxa bilmirəm, bu deməli səbəblərdən. Ona görə uşağımı müəssisəyə yerləşdirmək istəyirəm. Biz qiymətləndirmə aparırıq. Uşağın ailədə saxlanılması üçün ailə inkişaf planı tərtib edirik və uşağın ailədə saxlanılmasına nail oluruq. 730-a yaxın uşaq bu formada ailədə saxlanılmışdır. Bu ölkə üzrə nəzərdə tutulan rəqəmdir. Bəli. Kifayət qədər yüksək rəqəmdir və görünür ki, övladlığa götürmə üzrə görülən işlər təkcə müəssisələrə düşən uşaqların ailələrə verilməsini deyil, eyni zamanda ailələrə saxlanılması üçün də siz kompleks işlər həyata keçirirsiniz. Bəli. Bu neçə ildir bu proses davam edir? Övladlığa götürmə dediyim kimi 2019-cu ilin 1 noyabr tarixindən Nazirlik tərəfindən həyata keçirilir. Uşaqlarla bağlı reinteqrasiya və uşaqların müəssisəyə düşməsinin qarşısının alınması, eyni zamanda yeni ailə əsaslı qayğı növü olan himayədar ailə ilə bağlı səlahiyyətlər isə 2022-ci ildən artıq Nazirlik tərəfindən həyata keçirilir və bu istiqamətdə də biz tədbirlərimizi davam etdiririk. Fərhad müəllim, sizcə övladlığa götürməni təşviq edən kampaniyalar yetərli qədər təsirlidirmi? Övladlığa götürmə prosesi və institutu özü bir qədər zərurətdən doğan prosesdir. Bilirsiniz, kimlər müraciət edir övladlığa götürmək üçün? Əsasən övladı olmayan, uzun illər ailə qurduqdan sonra övlad sahibi olmayan və ona görə də övlad arzusunda olan şəxslər. Ona görə də onların hansısa təşviqata ehtiyacı yoxdur. Lakin bir sıra hallarda, bayaq da dediyim kimi, elə kateqoriyadan olan uşaqlar var ki, onların övladlığa götürülməsi çətindir. Əlilliyi olan uşaqlar, eyni zamanda yuxarı yaşda olan uşaqlar. Bu uşaqlarla bağlı mütəmadi olaraq deməli, maarifləndirici təbliğat tədbirləri həyata keçirilir. Stimullaşdırma ilə bağlı həm qanunvericilik istiqamətində tədbirlər həyata keçirilir. Bayaq dediyim kimi, onlar üçün müavinətlər müəyyən edilmişdir. Və məqsədimiz bu uşaqların da ailə qayğısı ilə əhatə olunmasının təmin edilməsidir. Sizcə bir şəxs övladlığa götürməyə nə zaman hazır olur? Yəni bunun üçün hər hansı yaş həddi varmı? Övladlığa götürmə ilə bağlı qanunvericilikdə minimum yaş hədləri müəyyən edilmişdir. Evli şəxslərdən biri üçün minimum 25 yaş tələbi var. Subay deməli vətəndaşlar üçün isə bu yaş tələbi 30-dur. Deməli, yuxarı yaş həddi müəyyən edilməyib, lakin 55 yaşa qədər olan şəxslər üçün üstünlük müəyyən edilmişdir. Aşağı yaş həddinin müəyyənləşdirilməsində məqsəd bir qədər psixoloji məsələdir. Çünki övladlığa götürmə elə bir prosesdir ki, burada şəxs psixoloji olaraq buna hazır olmalıdır. Yəni, anidən verilən bir qərar olmamalıdır. Çünki söhbət bir uşağın həyatından və taleyindən gedir. Sonradan peşmançılıq və yaxud da ki, tərəddüdlər olmamalıdır. Ona görə də evli şəxslərlə bağlı müəyyən olunan həm yaş kriteriyası, həm subay vətəndaşlarla bağlı olan yaş kriteriyası sırf valideyn namizədin tam əminliyinin deməli, ortaya çıxarılması ilə bağlı müəyyən edilmişdir. Amma ümumilikdə müxtəlif yaşda olan şəxslər müraciət edirlər və o
şəxslərin müraciətləri nazirlik tərəfindən qiymətləndirilərək hər bir hal fərdi qaydada qiymətləndirilərək müvafiq qərar verilir. Fərhad müəllim, son olaraq bir suala da istərdim aydınlıq gətirək. Övladlığa verilən uşaqların şəxsiyyətinin formalaşdırılmasında hansı dəstək tədbirləri görülür? Övladlığa götürmə prosesi bildiyiniz kimi müxtəlif formalarda ola bilər. Bəzi uşaqlar öz qohumları tərəfindən övladlığa götürülür. Onlar ailə himayəsində yaşayır. Sadəcə deyək ki, qardaş öz qardaşına öz övladını verir. Bunlar valideyn himayəsinə məhrum olmuş uşaqlar sayılmırlar. Yəni ailə himayəsi var, sadəcə ailə daxili qohumlar arası olan razılaşma əsasında övladlığa götürmə həyata keçirilir. Amma klassik mənada bizim övladlığa götürmə dediyimiz valideyn himayəsinə məhrum olmuş uşaqların övladlığa götürülməsi müəssisələrdə, uşaq evlərində, sığınacaqlarda böyüyən uşaqlarla bağlıdır. Və bu uşaqlar bilirsiniz ki, müəssisə şəraitində böyüyürlər, yəni ailə mühiti yoxdur orada. Təbii ki, bugün bizim uşaqlar üçün nəzərdə tutulan sosial xidmət müəssisələrimizin maddi-texniki bazası kifayət qədər yüksəkdir, onlar bütün təminatlarla əhatə olunurlar. Burada heç bir problem yoxdur. Amma ailə mühiti faktoru yoxdur. Ona görə də onlar müəssisələşmiş uşaqlardır və beynəlxalq araşdırmalar da, təhlillər də göstərir ki, bu mühitdə böyüyən uşaqların həm cəmiyyət adaptasiyasında, həm ailə deməli münasibətlərində müəyyən problemlər yaranır. Ona görə də biz həm o uşaqlar müəssisəyə düşəndə onlarla iş aparırıq, onlarla bağlı fərdi inkişaf planları tərtib olunur. Çalışırıq ki, bu bizim yeni himayədar ailə qayğımız deməli ailə modelində o uşaqlar təmin olunsunlar, ailə mühitində böyüsünlər. Və övladlığa götürülmə prosesində bilirsiniz, 2 mərhələ ki var. Bu birbaşa uşaqla ailə arasında olan uyğunlaşmanın təmin edilməsini hədəfləyir. Bunlar uşağın müəssisədə görüşü mərhələsidir, uşaqla valideyn namizədin müəssisədə görüşü, həmçinin uşağın ailədə sınaq müddətinin yerləşdirilməsidir 3 ay müddətində. Bu mərhələlərdə məqsəd uşaqla valideyn arasında olan adaptasiyanı təmin etməkdən ibarətdir ki, sonradan problemlər ortaya çıxmasın. Övladlığa götürmə prosesindən sonra dediyim kimi monitorinqlər həyata keçirilir, ailəyə deməli dəstək tədbirləri görülür. Bizim sosial işçilərimiz var, onlar ailə ilə mütəmadi iş aparırlar. Hansısa bir kriz anında uşaqla olan münasibətlərdəki müəyyən problemlər çıxa bilər, müəyyən anlaşılmazlıqlar ola bilər, xüsusən yuxarı yaşda olan uşaqlarla bağlı. O hallarda bizim sosial işçilərimiz prosesə cəlb olunurlar, ailəyə və uşağa müvafiq dəstək tədbirləri göstərirlər. Təşəkkür edirəm Fərhad müəllim. Bugün studiyamızın qonağı oldunuz və sualları ətraflı şəkildə cavablandırdınız. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə siyasəti şöbəsinin rəhbəri Fərhad Ələkbərov qonağımız idi. Uşağın rifahına yönəlmiş hər bir addım sosial siyasətin insan yönümlü mahiyyətini əks etdirir. Dövlət bu prosesdə nəzarətçi, həm də dəstəkçi tərəf kimi çıxış edir. Övladlığa götürmə, himayədar ailə olmaq, bir uşağa isti yuva vermək, ona sahib çıxmaq o zaman dəyər qazanır ki, biz məsuliyyətimizi daşıya bilək. Düşünək, addım ataq, hər bir uşaq atalı, analı böyüsün. Bizi izlədiyiniz üçün təşəkkür edirik, sağ olun.